Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə xəbər zolağı Azam Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm və sütunundan 763 mm və sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, çimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman, mülayim qərb küləyi, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 12-6 dərəcə isti. Dağlarda gecə 1 dərəcə, şaxtadan 4-4 dərəcəyədək isti, gündüz 4-7 isti olacaq.